Salam, mən Alagöz Şabanova. Bugün sizin üçün maraqlı ola biləcək suallar cavablandıracağım. İmtahan stresini necə azaldın? İmtahan stresi. İmtahanlar da yaxınlaşdıqca hər kəs bu haqda suallar verir əslində. Birincisi onu vurğulamaq istəyirəm ki, imtahan həyəcanı normaldır. Çünki həyatımız üçün vacib bir məsələ olduğu üçün müəyyən qədər həyəcanlı olmaq həm normaldır, həm də faydalıdır. Çünki həyəcan zamanı beyin ekstrem şəraitə girir və o zaman vaxtı düzgün bölmək olur, daha məsuliyyətlə ona yönəlmək, hazırlaşmaq olur. Amma imtahan həyəcanının patoloji versiyası artıq imtahan stresi, idarə olunmaz vəziyyətə gələndə bu artıq problem sayılır və bunu həll etmək lazım olur. İmtahan həyəcanına yaradan, yəni imtahan stresini yaradan şey neqativ təcrübələr olur bəzən. Əvvəl hansısa vaxt imtahanı verəndə, əgər imtahanı yaxşı keçməyibsə, orta məktəbdə, KSG-də, BSG-də çox həyəcanlanırsa, o zaman müəllim çox üzərinə gedirsə və ya neqativ nəticə alıb valideynlərdən bir neqativ reaksiya alırsa, danlanırsa, uşaqda istər-istəməz, yəni imtahan stresi başlayır. Yəni imtahan həyəcanı bu sırf buraxılış və ya qəbul imtahanlarında başlamır. Əslində onun təməli ilk siniflərdən, məktəbin ilk dövrlərindən başlayır. Çünki indi artıq məktəbdə uşaqlar məktəbə getdiyi gündən imtahan verməyə başlayırlar və bu imtahanlarda onlar hələ 5-6 yaşlarında bu imtahanla tanış olurlar. Valideyn çox həyəcanlı olur, gərgin olur. Bu uşağa ötürülür. Uşaq da başa düşür, belə düşünür ki, yəni deyəsən bu çox vacib məsələdir. Burada çox vacib məqam var. Uşaqlarla imtahan haqqında danışarkən mütləq ki, onlara bu mesajı verə bilməliyik. İmtahan sənin üçün vacibdir, amma səndən daha vacib deyil. Sənin gələcəyin üçün vacibdir, amma sənin gələcəyindən daha vacib deyil. Və imtahanı düşünərkən İmtahanda onu nəyə gözləyəcəyini danışmaq lazımdır. Məsələn, çox zaman uşaq həyəcanlanır, narahat olur. Kənar da deyir ki, boş ver, bunu düşünmə. Əslində düşünməmək çıxış yolu deyil, ondan qaçmaqdır və bu zaman elə ən son işlədiyim pasientdə də gördüm ki, psixosomatikasına təsir edir. Ürək bulanma, əsmə, titrəmə və bu kimi artıq fizioloji reaksiyalar bədən verməyə başlayır. Çünki sən onu qəbul etmədiyin zaman, kənarlaşdırdığın zaman bədən reaksiya verməyə başlayır. Çünki bu sənin üçün yenidir. Və ən böyük səhvləri nədə edirik? İmtahan günü, imtahana gedərkən, imtahandan əvvəl adi günlərdə etmədiyimiz şeyləri edirik. Məsələn, normalda hər gün yemək yemir səhər yeməyi, amma imtahan günü yeyir. Bədən reaksiya verir. Axı bədənin alışdığı bir rejim var və o rejimlə davam etmək daha gözəl olar. Əgər bir uşaq imtahana gedirsə ya da bir böyük imtahana gedirsə, hər gün necə qalxırsa elə qalxmalıdır. Hər gün necə yeyirsə elə yeməlidir. Və öncədən imtahanda onun nələr gözlədiyini biraz düşünsə yaxşı olar ki, yəni imtahana girəcəm, nə qədər müddət çəkəcək, bildiyim olacaq, bilmədiyim olacaq. Burada bir texnika var, bunu öyrətmək istəyirəm. İmtahan həyəcanı başladığı anda bizim ən böyük problemimiz indiyə, buradaya istiqamətlənə bilməməkdir. Məsələn, imtahandasan və sən ya keçmişi fikirləşirsən, ay daha keçən dəfə də pis olmuşdu, yenə pis ola bilər, və ya da gələcəyə, əgər pis olsa nə olacaq? Bu kimi fikirlərə girirsən və hal-hazırda əlindən gələni edə bilmirsən. Çünki imtahana fokuslana bilmirsən. Fokuslanmağı yaratmaq üçün belə bir texnika var. 5 duyğu orqanımızı oyadırıq. Görmə, eşitmə, iyi bilmə, dad bilmə və taktil. Ətrafımızdakı 5 nəsnəyə baxırıq. İmtahandayam, həyəcanlıyam. Ətrafıma baxıram, 5 detal görməyə çalışıram. Qapıya baxdım, partaya baxdım, qələmimə baxdım, əlimdə varsa, insanlara baxdım və bir balaca yerə baxdım, patoloqa baxdım. Sonra ikinci mərhələdə isə eşitməyə çalışırıq bütün səsi və səssizliyi. Əgər imtahandayamsa, müəllim yeriyir, taqqıltı səsi, uşaqlar imtahan yazır, imtahanda gələnin səsi, sonra kimsə dərin nəfəs alır, onun səsi gəlir. Çöldən maşınlar keçir, onların səsi. Koridorda hansısa müzakirə səsləri də gələ bilər. Eşidirsən və əslində həm otağı, həm otaqdan kənarı eşidirsən. Üçüncü mərhələ qoxu alırıq. Otağın qoxusunu hiss etməyə çalışırıq. Hamı imtahan yazırsa, biraz çernel iyi gələcək. Otaqda müəyyən qədər hər bir otağın özünə xas bir qoxusu olur. Əlimizdə suyumuz varsa, suyumuzu içirik. Dadını hiss etməyə çalışırıq. Daha sonra 5
Nəsnəyə toxunmağa çalışırıq, materialını hiss edərək. Parta varsa parta, əgər orada kitabça varsa kitabçanı, amma belə yox, hiss edərək. Və stolumuza toxuna bilərik, oturduğumuz, üstümüzə toxuna bilərik, üstümüzdəki hər hansı bir aksesuara toxuna bilərik. 5 nəsnə bitdi. Bu anda baxın, bütün fokusunuz bura gəlmiş olacaq. Çünki bizim duyğu orqanlarımız buranı hiss edəndə biz tamamilə burada oluruq. 10-da 10 burada olmağa başlayırıq. Biz imtahanda olarkən fikrimizin 50%, 40%, bəlkə buradadır, 60% imtahandan sonrasındadır ya da əvvəlindədir. Bizim məqsədimiz fikrimizi tamamilə bura fokuslamaqdır. Bunu mütləq ev şəraitində yoxlayıb nəticəsini alacaqlar və bunu imtahanda da tətbiq edib nəticə alan tələbələrin olur. Aha.